Biz hazırda Sumqayıt şəhərinin Bulvar küçəsindəki yaşayış obyektlərinin birinin qarşısındayıq. Qeyd edim ki, bu obyektin sahibi sahib olduğu kvadrat metrə qane olmadan piyada çəkisini günün günorta çağı zəbt edib. Bu da o deməkdir ki, sakinlər bu yoldan istifadə edərkən məcburan avtomobil yoluna düşür ki, bu da onların həyatı üçün təhlükəli hesab edilir. Piyada çəkisini zəbt eləmirsiniz və çöldə nədənsə istifadə eləmək istəsəz, qanunla müvafiq qaydada müqavilə bağlanandan sonra istifadə eləyəsiniz. Aydın oldu sizə? Başınız var olsun. Başlayın buranı sökməyə. Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində yaşayış obyektlərinin sahibləri qanunlara və ictimai etiketə zidd olaraq obyektlərin qarşısındakı piyada keçidlərini zəbt edib. Bu özbaşınalıq nəticəsində vətəndaşlar avtomobil yoluna çıxmaq məcburiyyətində qalırlar. Eləcə də bu qanunsuzluq şəhərin ümumi görünüşünə xələl gətirməklə yanaşı, ətraf mühitin bərbad hala salınmasına da şərait yaradır. Bu nə cür sahibkarlıq anlayışıdır? Pul qazanmaq naminə insanların təhlükəsizliyini saymamaq, nə etikaya, nə də qanunlara sığır. Daha da təəccüblüsü isə odur ki, obyekt sahibləri bu addımı hansı əsasla atdığını izah edə bilmir. Açıq-aşkar qanun pozuntusu ilə qarşı-qarşıyayıq. Amma məsuliyyət hissindən, cəmiyyətə hörmətdən əsər əlamət yoxdur. Məhz bütün bunları nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhərin müxtəlif istiqamətlərində reydlərə başlayıb. Aparılan maarifləndirmə işində sahibkarlara izah olunub ki, bu təkcə bir piyada keçidinin zəbt olunması deyil, bu şəhər mədəniyyətinə, vətəndaş hüquqlarına və ictimai təhlükəsizliyə edilən hücumdur. Belə hallara dərhal hüquqi qiymət verilməli, həmin obyektin məsuliyyət daşıyan şəxslərinə qarşı ciddi tədbirlər görülməlidir. Piyada çəkilərini hara qədər müəyyən olunub, gül dipsəkləriniz qoyulubsa, oradan tərpətmirsiniz. Çünki piyada çəkilərinə oradan 2 metr yer verilir. Mən məcburan nə etməliyəm? Sən bunu boşaltmasa xalacaqda aparmalıyam. Buranı bu vəziyyətə saldım. Hər dəfə deyirəm, başda deyilsə bu yeni. Niyə bir irəliləyiş yoxdur? Bura saxlama məntəqəsi deyil. Gəlirəm. Bu nədir? Bunlar niyə belə bu gün? Çocuklar niyə iştiram? Ay qardaş, yox, bu gün düzəldəcək yox. Siz bunu əslində 10 gün bundan qabaq düzəltməliydiniz, düzəltməmisiniz. Cəmiyyət olaraq belə özbaşınalığa susmaq olmaz. Çünki bu gün piyada yoludur, sabah daha ağır nəticələrə gətirib çıxara bilər. Amma bir işlər bura zimxanadır. Niyə belə edirsiniz? Yox, bu əvvəl Eləməyin də bunun gününə bax. Departamentdə vaxtı müqaviləvi bağlanır. Müqavilə bağlanandan sonra ödəniş olur. Hər ayda ödəniş olur. Müqaviləm var, hər ayda ödəniş edir. Yox, bu şəhərimizə yaraşır. Yaraşmır. Ay qardaş, buradan universitetdən çıxan tələbələr hardan keçməlidir? Yoldan gəlməlidir. Ay xeyr. Hardan keçməlidir? Piyada keçsinlər. Düzdür? Söhbərin şirin, yığ da qardaşlar. Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təşkil edilən reydlər davam edir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.